O zaman padşah əmr verdi və Peyğəmbər Danyalı getirib şirlər olan yeraltı çuxura atdılar. Padşah Peyğəmbər Danyala dedi, sənin daim ibadət etdiyin Allah səni xilas edəcək. Sonra bir daş gətirdilər, çuxurun ağzını bağladılar və padşah öz möhrü və əyanlarının möhürləri ilə onu möhürlədi ki, Peyğəmbər Danyal barədə verilmiş qərar dəyişdirilməsin. Bundan sonra padşah saraya qayıtdı. Bütün gecəni oruç tutdu və əyləncələrdən imtina etdi. Heç cür yata bilmədi. Sübh tezdən qalxıb şirlər olan çuxura tələsdi. Çuxura yaxınlaşanda padşah kədərli səslə Peyğəmbər Danyalı çağırıb soruşdu. Ey Peyğəmbər Danyal, diri Allahın qulu, daim ibadət etdiyin Allah səni şirlərdən xilas edə bildimi? Peyğəmbər Danyal dərhal padşaha cavab verdi. Ey padşah, çox yaşa, mənim Allahım mələk göndərdi ki, şirlərin ağzını bağlasın və onlar mənə zərər vermədilər. Çünki mən onun qarşısında günahsız idim, sənə qarşı da heç bir pislik etməmişəm, bey padşah. Padşah çox sevindi və Peyğəmbər Danyalı çuxurdan çıxarmağı əmr etdi. Peyğəmbər Danyalı çıxaranda məlum oldu ki, o sağ-salamatdır, çünki o öz Allahına təvəkkül etmişdi. Padşah əmr verdi ki, Peyğəmbər Danyalı ittiham edən adamları gətirib, oğulları və arvadları ilə birlikdə şirlər olan çuxura atsınlar. Onlar hələ çuxurun dibinə çatmamış, şirlər onların üstünə atılıb sümüklərini parçaladılar. Sonra padşah Darius yer üzərində yaşayan, müxtəlif dillərdə danışan bütün xalqlara yazdı. Sizə sülh və rifah olsun. Mən fərman verirəm ki, bütün səltənətimdə insanlar Peyğəmbər Danyalın Allahı qarşısında qorxu və ehtiramla dursunlar. Çünki o, diri və əbədi Allahdır. Onun səltənəti heç vaxt məhv olmayacaq və onun hökmranlığı əbədidir. O, xilas edir və qurtarır. Göydə və yerdə möcüzələr və əlamətlər göstərir və o, Peyğəmbər Danyalı şirlərdən xilas etdi.